Bugün məhkəmədə şahidlər dindirildi. Şəmlistan Həziyev dindirildi şahid olaraq. O ifadəsində bildirdi ki, ümumiyyətlə özü də yəni konkret bilmir hansı epizod üzrə çağırılıb, amma ifadəsini bildirdi, suallara cavab verdi. Fərid Mehrazadənin müdafiəçisi tərəfindən suallar ünvanlandı ki, Şəmlistan hansı epizod üzrə və nə zərurət var ki, o bugün bu məhkəmə iclasında şahid kimi ifadə verir, hansı faktı təsdiqləyir və yaxud da ki, təqzib edir. Bununla bağlı da suallara cavab verilmədi və bu məsələ də belə açıq qaldı və şahidin ümumiyyətlə dindirilməsinə zərurət olmadığı məsələsi ortaya çıxdı. Ənvər Cəfərov yenidən dindirildi şahid qismində. Müdafiə tərəfinin birinci vaxt onun dindirilən zaman imkan yaradılmadığı üçün suallar verilməsinə, yəni bugün təkrar dindirildi və müdafiə tərəfinə şərait yaradıldı ki, müdafiə tərəfi yenidən suallar ünvanlasın Ənvər Cəfərova. Ənvər Cəfərov yəni suallara cavab olaraq tutulma anını izah elədi, təsvir elədi ki, o tutulan zaman iki şəxs tərəfindən fiziki zorakılığa məruz qalaraq qolları burulub və qara rəngli maşına basılmışdı və səhv etmirsə elə xatırlayır ki, Xətai polis idarəsinə aparılıb və orada zorla onun telefonu əlindən alınıb və parolu istənilib və telefonuna müdaxilə edilmişdi. Daha sonra bir neçə vəsatətlər yəni ki, təqdim olundu. Vəsatətlər əsasən Fərid Mehrazadənin və Hafiz Babalının ev dustaqlığı məsələsi ilə bağlı yəni çıxarıldı müzakirəyə və müdafiəçilər hər kəs müdafiə etdi. Sadəcə ittiham tərəfi yəni ki, ev dustaqlığına etiraz bildirdi ki, hələ sənədlərin tədqiqi prosesi gedir, yekunlaşmır və bu şəxslər ağır cinayətdə ittiham olunduqlarına görə onların ev dustaqlığına buraxılması məsələsi təhlükəlidir. Və bu zamanda bir sıra etirazlar və mübahisə yarandı ittiham tərəfi ilə müdafiə tərəfinin arasında və qeyd edim ki, Fərid Mehrazadə həmçinin bundan daha öncəki məhkəmə iclasında prokuror tərəfindən onun ünvanına söylənilmiş təhqiramiz sözlə bağlı, yəni ki, onun üzr istəməsini və prokurora xəbərdarlıq edilməsini məhkəmədən xahiş etdi və məhkəmə bu vəsatəti təmin etmədi.